Uşaqlar salam, hər vaxtınız xeyir olsun, necəsiz? Deməli, dünən, yəni 10 may tarixində keçirilən informatika yolunun OTK sınağına baxacağıq. Deməli, gəlin başlayaq, birinci sualımızdan görək nə olur. Bizə deyir ki, Sabir, Nicat, Solmaz, Vaqif, Aygün. Bunlar həkim, müəllim, mühəndis, sürücü, nəsə bir şeylərdirlər. Adlarını qeyd elə. Sabir, Nicat, Solmaz, Vaqif, Aygün. Bizə deyir ki, Sabir mühasib və ya mühəndisdir. Onda Sabirə iki ehtimal qoyaq. Ya mühasibdir, ya da hər ikisi də mühlə başlayır. Ya mühasibdir, ya da mühəndisdir. Solmaz müəllim deyil. Müəllimə bir dənə minus qoyursan. Müəllim deyil. Həkim qadın deyil. Onda qadınların həkim olmasına bir dənə minus qoyursan. Hər ikisinə. Aha. İndi deyək ki, mühəndis və sürücü kişidir. Deməli, qadınlardan mühəndis və sürücüyə də minus qoyursan. Mühəndis, sürücü. İndi avtomatik Solmazın işi çıxır. Çünki Solmaz müəllim, həkim, mühəndis, sürücü deyilsə, baxa nə qalır? Mühasib mi qalır? Hə, mühasib qalır. Mühasib. İndi əgər Solmaz mühasibdirsə, deməli Samirin iki ehtimalı vardı, onda da mühəndis qalır. Onda digərləri nədir? Mühəndis və mühasib deyil. Yəni buna bir dənə mühasibinə də minus qoyursan, onda Aygün peşəsi ortaya çıxır. Həkim, mühəndis, sürücü, mühasib deyilsə müəllimdir. Müəllim. Bax, belə bir şey. C variantı. Yəni sadə bir sualdır. Oxuduqlarını qeyd eləsən cavab çıxır. Növbəti bir sual. Burada hərflərlə rəqəmləri tərs verirlər. Yəni səhv verirlər, özünü quraşdırırsan da. İndi burada görək nədən başlasaq daha tez taparıq. Burada ən çox yol olan bunun 3 dənə yolu var, bunun 3 dənə yolu var, bunun 3 dənə yolu var, bunun 3 dənə yolu var. Bunların 2 dənə yolu var. 2 dənə əllərə baxaq. Baxın, Y-nin də 2 dənə yolu var. A və B-nin də. Amma A və B-nin bir-birinə əlaqəsi var. Birinci 2 dənə yolu olanları tapıram. 2 dənə yolu olanlar 2-dir. Baxın, 2 dənə yeri var. Sonra 4-dür. Sonra bir də 2 dənə yolu olan nədir? 7-dir. İndi bunlardan elələri seçməliyəm ki, bir-birinə əlaqəsi olsun. Bir-birinə əlaqəsi onlar A ilə B-dir, tək qalan Y-dir. Məsələn, 2-nin 4 və 7-nin əlaqəsi varmı? Bax, 2 ilə 4-ün əlaqəsi var. 2 ilə 4-ün kəsişməsi var. Deməli, 2 və 4 A və B, yəni bunlardır. Onda avtomatik 7 bunlarda tək qalandır. Yəni 7 avtomatik Y-dir. Avtomatik 7 Y-dir deyirəm. Belə bir şey. İndi sonra necə davam etdirə bilərik bu məsələni? İndi mən nə görürəm burada? Mən görürəm ki, Y-nin yolları F-ə və S-yədir. Düzdür. Burada da Y-nin yolları kəsişir, deməli 1 və 3 ilə. 1 və 3 ilə. Və F və S-yə yol olan həm də C var. Həm də C-ni tapa bilərəm ki, F və S-yə yol olsun. İndi F və S-yə dediyim kimi 1 və 3-də axı 7 ilə kəsişənlər. 1 və 3-də. Deməli, başqa kimin 1 və 3-ə yol var, ona baxırıq. Bu da başqa 5-cinin, 5 nömrənin 1 və 3-ə yolu var. Deməli, 5 nömrə C-dir. Ki, onun da 1 və 3-ə yolu var. Deməli, Y-nin də 1 və 3-ə yolu var. Düzdür? İndi bu C-nin 1 və 3-ə yolu var. 1 ilə 3, F-dən S-dən onsuz da. Əlavə olaraq D-yə də yolu var. C-nin 1 və 3-dən başqa kimə yolu var? 6-ya. Bax, fikir ver 6-ya. Deməli, 6 da kimdir? 6 da D-dir. 6 da D-dir. Aha. Bunu da tapdıq ki, D-dir. 6. İndi mən bilirəm ki, F-ə 5, 6, 7-nin yolu var. F ortaya çıxdı. Kimin 5, 6, 7 ilə kəsişməsi var? 3-ün. Bax, fikir verin, 3. Hər üçündən yolu var. Deməli, 3 nədir? 3 F-dir. 3 F-dir. Sonra baxıram ki, 7 və 5-in S-yə yolu var. Görüm, hansı 7 və 5 ilə kəsişir? Onun S-yə yolu var. 1 nömrə. 1 nömrə S-dir. İndi qalır A və B. Mən bilirəm ki, S-nin A-ya yolu var. A 2 və ya 4-dən biridir. Düzdürmü? S-nin 2 və ya 4-dən 4-ə yolu olduğu üçün A avtomatik 4-dür. Yerdə qalır 2, bu da qalır B-yə. Hamısını tək-tək tapdım. İndi A-dan S-yə və D-dən C-yə yolları tapın. A-dan S-yə nədir? A4, C1. 4 ilə 1 arasındakı yol, 4 ilə 1-in kəsişməsi 30-dur. D ilə C arasındakı yol, indi D 6-dır, C 5-dir. 6 ilə 5-in kəsişməsi 8-dir. Demək, o biri 8. Cəmləri 38 olacaq. B variantı. Yəni, bunlardan topluda çıxsa var, bir dəfə məntiqini tutsanız rahat bir şeydir. Burada deyir ki, D3 xanasına köçürür, serverdə köçürdürəm. D3-də mən tam olaraq görmürəm, amma səhv etmirəmsə B dollar 2 vurdu mu, yoxsa toplamadı mı? Deməli, B dollar B3 yazır. Prosta vurdu mu, toplamadı mı, onu tam olaraq tuta bilmədim. Yəqin ki, vurdu deyə düşünürəm.
İndi mən bunu əgər C4-ə köçürdürəmsə, sonra C4-ə köçürdəndə bunu nə olur? Rəqəmlər bir vahid artır, düzdür bu dollar kili sabit qalır, bu 3 olur 4. Hərflər bir vahid azalır. B A'ya düşür, amma dollar B olduğu kimi qalır. Bax bu şəkildə. İndi bizə deyək ki, C4 nə hansı qiyməti var? A2, A2'miz neçədir? A2 burada fikir versəz 20'dir. 20 vurulsun B4. B4 də fikir versəz 5000'dir. Yəqin ki, cəm deyə uşaqlar olur. Çünki o toplam vurma olsa bunun cavabı 10.000 olardı. Yəqin burada cəm veriblər. Bu düsturların arasında cəm veriblər ki, bunların cəmində cavab 5020 olur. 5020 daha belə doğru bir cavab oxşur da. Düsturu göstərib prosta yazsın. Bura gələk. Y1, Y4 üçün bir diaqram qurulur. Onda saat təqrəbindən başlayaraq birinci Y1, sonra Y2, sonra Y3, sonra Y4 gəlir. İndi D1-ə nə yazaq? D1-ə bir X yazaq. Düzdürmü? Sonra gəlin hesablayaq. Məsələn, burada bu Y1 xanasını hesablayıram. B2 neçədir? B2 4'dür. 4'ü D1'ə vurur, 4'ü X-a vurur, bölür A1'ə. A1 də C1'in qiyməti, yəni 4. Bölür sonra 4'ə. Deməli, bura ilə X deməkdir. 25% ilə X deməkdir. Düzdür. İndi nə edirəm? Bir də Y2'ni tapıram. O da 2 dənə Y1'dir. O da 2X. Bu da 2X də həqiqətən 25%-in 2 qatı 50% düzdür. Gəlin burada baxaq Y3'ə. D1, yəni X-i bölür deməli 2'yə. Sonra vurur A3'ə. A3 desəydi 10'dur, vurur ona. İndi təbii ki, burada 2 ilə A3 birbaşa bir yerdə məxrəcdə deyirlər. Onda mötərizədə olar. Bunun anlamı siz nədir? X-i 2'yə böl, sonra ona vur. Yəni 5X anlamına gəlir. Y3 eləyəcək deməli 5X. 5X. Bir də C5 var. C5 neçədir? C5 A2-dən A4-ə qədər hər şeyin cəmidir. A2-dən A4-ə qədər şeylərin cəmi eləyir 60. 60. Çünki 16, 34, 50, 10'da 60. Deməli, Y4 deyilir neçə? 60. Yəni, burada istədiyin 2 dənəsini götürüb həll edə bilərsən zaten. Aydın məsələdir. Məsələn, ən bəsit şey deyirəm. Y1 X-dir. X 25%-dir. Və Y4 60'da 60'da 15%-dir. 60'da 15%. Bu çarpaz vuranda X tapmaq üçün belə bir şey yazarıq ki, 60 vur 25 böl 15. Bunlar 5'ə gedər 3'ün 5'ə. Bu gedər 20'yə, cavab eləyər 100. Şəkil. İstənilən 2 dənəsini götürüb tənasüb qura bilərsən, hər zaman doğrudur. Növbəti bir sualımız. Deyək ki, 2 əlaqəli cədvəlimiz var. Nərimanov küçəsində çatdırmalı olduğu məhsulların ümumi məbləği nə qədərdir? Deməli, biz küçə olaraq Nərimanovu tapmalıyıq. Buradır, buradır. Sifariş edənlər Əliyeva B-bi və Məmmədova S-A-dır. Bunların da evləri deməli neçədir? 10 və 22. İndi Əliyeva B-bi və Məmmədova S-A-nı bura tapıram sifariş edənlərdən. Fikir versəniz, bax bunlardır. Düzdürmü? İndi məhsulun adını, zırtını, pırtını boş verin. Ümumi məbləğləri veriblər. 100, burada 200, burada 70. Hamısını topla 370. Deməli, Nərimanova 370 manatlıq ümumi belə deyim, məhsul gəlibdir. Sadə sual. Keçək bura. İnformasiya xassələri nədir uşaqlar? Təbii ki, aktuallıq var, tamlıq var, etibarlılıq var. 3, 5, 6. Kütləvi diskretlilikdə olan algoritmin xassələri də aydın məsələ. Bura gəlirəm. Burada M18 S0-dır. Deyir 18 2-yə tam bölünürmü? Bəli, bölünür. Onda bu ifə ödəyir, yəni ifin sağındaşlara başlayırıq. S2 vahid burada artır, S bərabər olur 2-yə. İndi M18 18 3-ə bölünürmü? Bəli, bölünür. Altındakı S-ə düşməliyik təbii ki və sağına keçərik. S3 vahid artır, S olur 5. M5-ə bölünürmü? Yox. Onda bu if ödəmir. Altındakı elifə düşürük. S4-ə bölünür. S5-də 4-ə bölünmür. Onda S-ə məcburən düşərik. S6 vahid artır, S olur 11. Axırda deyir ki, S11 üstə gəlinsin. M də 18 idi. Cəmləri 29. Bəsit bir sualdır. Yalnız if elisi yoxlayırsan. Sadəcə. Tip sualların ən rahat yolu demişəm ki, i-yə 1 ya da 2 deyərsən, cavab çıxar. Ümumiləşdirib düstur da yarada bilərsən təbii ki. Biz i-nin 1 olduğu qiyməti, ümumiyyətlə dövr 2 dəfə işlədək də belə deyim. N-ə 2 deyək. N-ə 2 deyək, dövrü 2 dəfə işlədək. İndi P nəyə bərabər olacaq? P də 1-dir, I də 1-dir. 1 vur 1 bərabər 1. S bərabər olacaq 0, üstə gəlinsin. K, indi K neçədir? K 1-dir. Bölünsün. P vurulsun I plus 1. Yəni I də 1 daxil vurulsun 2. Deməli, birinci başlanğıcımız 1 bölünsün 1 vur 2-dir. Onda bu deyil, bu deyil, bu deyil. Qaldı A və B arasında. Çünki burada faktorial var, yoxsa yoxdur bilmirik. İ'miz bir vahid artı li olur 2, K'mız mənfi olur, yəni mənfi. Dövrə bir dəfə də girək.
İndi P nə olacaq? P bayaq 1 idi. İndi I2 olduğu üçün 2-yə vuracaq P2. S-in üzərinə S bayaqları onsuz da 1 vur 2 idi. Üzərinə nə gələcək? K, amma K mənfi də axşalar artıq mənfi. Mənfi 1 bölünsün. P2 vurulsun I plus 1 yəni 3. Bu şəkildə bir şey. Düzdürmü? Daha sonra K-nini yenə dəyişir. Baxıram ki, bu A və B yenə bir-birinə bənzəyir. Amma ümumiyyətlə zaten görən görmüşdü ki, burada faktorial əməli var da. Hər dəfə i-yə vururaq p-ni. Yəni sən burada dövrü bir dəfə də icra eləsən, məsələn, n-i 3 düşün. Burada bir dəfə də icra eləsən, görəcəksən ki, nə baş verir? Artıq 2-ni burada gələn dəfə 3-ə vurub p-ni 6 eləyirlər. Yəni bu artıq 3 faktorial deməkdir. Yəni p hər dəfə faktorialları tapır və axırda bunun üzərinə plus 6 vur, deməli nə gəlir? 6 vur 4 gəlir. 6 vur 4. Yəni faktorialla bağlı əməl baş verəcək B variantı. Ümumi özün düsturu da çıxara bilərdin. Onu izah edeyim sizə, nətər çıxarırlar düsturunu. Deməli, əvvəlcə baxıram ki, burada K bərabər mənfi K işarə dəyişməsini göstərir. İşarə dəyişməsi mənfi 1 üzəri şəklində göstərirlər. İndi mən baxıram ki, bizim birinci həddimiz, indi K-mız müsbətdən başlayır deyə. Mən bura n plus 1 yazıram. Niyə? N 1-dən başladanda, i1-dən başlayıraq. 1 qoy yerinə 1 plus 1 2 görsən müsbət eləyir. Bölünsün, bu işarə dəyişməsin. Məxrəcdə bax düstur budur da fikir versəz P vur I plus 1. Bu P hər dəfə i-lərə vurduğu üçün P faktorialı göstərir. Yəni bu n faktorialı göstərir, düzdürmü? Bu I plus 1-də hər dəfə bir vahid böyük, yəni n plus 1-i göstərir. Düstur ümumilikdə budur. Baxsaz həqiqətən də B variantı daşıyır. Amma dediyim kimi bu qədər dərin düşünməyin. 1-2 yerinə qoyanda alınacaq zaten. Gələk bura. Monitor çıxış qurğusu təbii ki. Klaviatur həm giriş, həm çıxış deyil. İndi düzdür, müasir klaviaturların üzərində ekran ola bilir və klaviaturun ekranı sizə nəsə qaytara bilir. Amma təbii ki, bizim nəzəriyyə onu götürmür. SSD xarici yaddaş qurğusudur, bəli. Prosesor nüvə sayı məhsullara təsir eləyir təbii ki. RAM-ın məlumatları uzun müddətli saxlamaq yox, RAM qısa müddətli enerjidən asılıdır, ona görə yanlışdır. Əməliyyat sistemi sistem proqramına aiddir, bəli. Deməli, 1, 3, 6 burada A variantı. Növbəti. Deyil, nəticəni müəyyən edin. Burada deyir ki, 0-dan N-ə qədər, N-əs 3 dənədir, deməli 0-dan 3-ə qədər. Dolayısıyla i-miz olacaq bir dəfə 0, bir dəfə 1, bir dəfə 2. 3 dəfə dövrü işlədəcəyik. Yəni i-ni 1 eləyib dövrü işlədək. Deyir ki, C.insert əlavə elə i-ci indeksə. Yəni birinci indeksə nəyə əlavə eləyəcəksən? S siyahısında birinci indeks nədir? Y deyil. Yox, i0-dan başlayır. Mən i1-dən başlayıram. i0-dan başlamalı, 0. Yəni 0-cı indeksə əlavə elə S0-ı, yəni bu birinci element X-ı neçə dəfə I plus 1, yəni bir dəfə. Deməli 0-cı indeksə X-ı bir dəfə əlavə edirəm. Onda S-in elə ki 0-cı indeksində bir dənə X olur. Sonra X, Y, Z sürüşür biraz elə ki sağa. İndi mən gələn dəfə Y 1 deyirəm. İndi nə olur? Insert birinci indeksə əlavə edir. Bax bu S-in birinci indeksə. Bunları hər dəfə S-yə əlavə edirik. Bunları S-yə əlavə edirik uşaqlar. Burada deməli bu C-yə gəldi. X, 1, 1, 1. S dəyişmir heç vaxt. S-in birinci indeksi Y-dir. Artıq Y-ə əlavə edir. Neçə dəfə? I plus 1. Düsturda I plus 1 yazıraq. Yəni 2 dəfə. Deməli, S-nin birinci indeksi X-dan sonradır. 2 dənə Y gələcək. Çünki sətri 2-yə vuranda 2 dəfə yazıraq. 2 dənə Y gələcək. Yenə 1-lər sola sürüşəcək. Bu şəkildə. Sonda i-yə 2 deyirik. S-in ikinci indeksi Z-dir. Yəni ikinci indeksi deməli Z-i 3 dəfə əlavə edəcək. Düzdürmü? Onda gəlir bura ikinci indeksdə 3 dənə Z yazır. Sonra 1, 1, 1 yazır. Və bunları da join ilə birləşdirəcək. Birləşdirəndə alınır hansı cavab? Baxırsınız ki, A variantı. Şifahi baxanda görünə bilərdi ki, hər bir indeksdən özündən bir vahid çox sayda verir. Məsələn, bu 0-cı indeksdə 1 dənə X, 1-ci indeks 2 dənə Y, 3-cü indeks 3 dənə Z. Bunları əlavə edir. Təbii ki, C-də olan bu birlərdə sürüşürlər hara? Sağ tərəf. Bu şəkildə. Burada deyir ki, məsələnin həlli prosesinin sadə addımlar ardıcıllığı şəklində olması üçün alqoritm hansı xassələr olmalıdır? Ümumiyyətlə, addımlarla bağlı xassələr isə diskretlilik xassəsidir. Amma diskretiyyətin mənası nədir? Addımlar hər hansı bir addımın sonu, yəni bir nəticəsi olmalı anlamına gəlir. Nəticələri biraz bənzəyir. Biz nəticəlik alqoritmin nəticəsindən danışır. Diskretlilik isə addımın nəticəsindən danışır. Yəni sadə addımları niyə deyirlər? Deyirlər ki, yəni alqoritm bir dəfəyə demə. Yəni biraz onu dərindən girək. Məsələn, bu mənası nədir? Tutaq ki, bir yerdən su doldurmaq istəyirsən, demir bir dəfəyə bir dənə addıma bunu de. Get verirdən götür, suyu doldur, apar boşalt. Yəni deyir ki, sadə-sadə addımlara böl.
1 vedirən götür, 2 suyu doldur, 3 apar kimi böl. Yəni hər bir addımı sonlu sayda belə kəs doğğa deyiləsin. Onu demək istəyir. Burada deyir ki, bizə no image mətni görünər. Şəkil veb səhifədə əks olunmadıqda. Əks olunmadıqda yerinə alternativ yazılır. Alternativ yazısı gəlir. Deməli, bunun alternativində no image yazılmalıdır. Baxırıq variantlara, indi image source gəlməlidir. Alternativi no image. Burada D və Y var. Y variantda 2 dənə bərabər qoyublar. Görə Python zaten. Ona görə D variantı olacaq. Yəni, normalda şəkil budur. Şəklin yolu budur. Amma şəkil açılmadığı zaman alternativ olaraq bu yazı gələcək. Anlamına gəlir. Burada deyir ki, Data Science Tools ifadəsi yazıb bu mətn redaktoruna. Aha. Yazaq Data Science Tools. Deyir ki, Data Science ifadəsi seçildi və Ctrl-C basıldı. Deməli, hal-hazırda bunu kopyalamışıq. End klavişi sıxıldı. End sətrinin sonuna gedir uşaqlar. Deməli, ən sona gəldik. Hər dəfə bir boşluq qoymaqla 2 dəfə Ctrl və yəni 2 dəfə Data Science neynədir? Yapışdırdı. Bax belə. Aralarına boşluq qoymaqla. Yəni, Tools sözü seçildi və Ctrl-X. Deməli, Tools'u seçdi. Ctrl-X neynir uşaqlar? Həm kopyalayır bunu. Artıq əvvəlki kopyalandı getdi. Həm bunu kopyalır, həm də kəsir, yəni silir. İndi bütün mətn seçildi. Ctrl-C bas. Deməli, bütün mətn hazırda kopyalandı. Data Science, Data Science, Data Science. 6 dənə sözdür, düzdürmü? İndi Home klavişindən sonra sətrin əvvəlinə gəldi və Ctrl-V bastı. Deməli, bu Data Science-in hamısını bütöv kopyalamışdı axı. Bunu bir dəfə də yapışdırdı. Yəni, 6 dənəsi əvvələ gəldi. 6 dənəsi zaten var. Ümumi 12 dənə oldu. D variantı. Və də bu Home-dur, End dərsində bunların sözlərinin sayına təsir yoxdur. Bunlara baxmasaz da olur. İndi mən deyirəm nə deyir, amma sən baxma. Burada deyir ki, klaviaturadan 20 daxil edirəm. Bu defləri boş ver geçsin, bunlar funksiyalardır. 20 burada int input'a daxil olunur. Düzdürmü? Deyək ki, i3-dən başlayır. Nə qədər ki, f-i ck-dan kiçikdir, i-ni artırır. Burada k dəyişməyən simvoldur deyə mən yaza bilərəm ki, f-i kiçikdir elə c20-dən. Çünki k dəyişmir. Gəlin c20-ni tapaq. Burada i-nin yerinə 20 qoyuram c20-ni tapmaq üçün. Olur deməli 3 vur 20. Üstə gəl 2, yəni 62. Qaytarır 62. Yəni mən demək istəyirəm ki, f-i kiçik olsun 62-dən. Yəni bəs f funksiyasını yerinə yetirir. F funksiyasına baxsaz, nə daxil eləsən özünü özünə vurub qaytarır. Yəni əslində bu kvadratı qaytaran koddur da, düzdürmü? Yəni bizə deyir ki, i3-dən başlayır. Nə qədər ki f-i, f-i i kvadrat deməkdir. Nə qədər ki i-nin kvadratı 62-dən kiçikdir, üzərinə 1 gəl. İndi mən baxıram ki, kod burada, düzdürmü? Mən baxıram ki, 3-ün kvadratı 62-dən kiçikdir, 4-ün, 5-in, 6-nın, 7-nin. Ən sonda i7 olduğu zaman 7-nin kvadratı 62-dən kiçikdir deyə deməli, dövrə girir, i olur 8. Amma gəlib təzədən soruşur, 8-in kvadratı 62-dən kiçikdirmi? Artıq dövr ödəmir. Ona görə 8 olaraq bu qiymətdən çıxırıq. Yəni 62-dən böyük olan ilk qiymətdə çıxırıq. Ona görə də belə düşünə bilərdik. I kvadrat böyük bərabər 62-də dövr bitir. Onda i8 olduğu zaman bitir. Növbəti sualımız budur. Deyir ki, cədvələ müəyyən sorğu tətbiq edə bilər və nəticə bu olubdur. Sizcə deyir, sorğu nə olar deyir. İndi baxıram mən burada ki, bunların ortaq cəhəti nə olar? Ortaq cəhətini belə tapa bilməyəcək. Variantlara baxsaq daha tez tapar. A variantı deyir ki, soyadımı ilə başlayanlardır və ya balı 72-dən kiçik bərabər onlardır. Soyadımı ilə başlayanlar həqiqətən var. Balı 72-dən kiçik olan elə hamısı burada balı 72-dən kiçik olanlardır da. Amma yəqin ki, orada balı 72-dən kiçik əlavə adam da var. Onda bu da gələrdi. Deməli, A variantı doğru deyil. Baxıram ki, soyadımı ilə başlasın və ya soyadı H ilə başlasın. Onda soyadı Q ilə başlayan iniyəçərə çıxırdı ki. Onda bu da doğru deyil. Burada deyik, balı 30-dan böyük və 70-dən kiçik, onda balı 51 olan bu Leyla da gələrdi. Bu da yanlışdır. Deyirə deyir ki, 30-dan kiçik, böyük, 40-dan, 30-dan böyük və 40-dan kiçik və ya adı 2 ilə başlasın. Baxıram, 30-dan böyük, 40-dan kiçiklər var. Düzdürmü? Bir də adı 2 ilə başlayan, bir də Kamran var. İndi baxa görə başqa bir nəticə gəlməzdimi buna? Başqa bir nəticə. Baxırıq ki, yox, gəlməyəcək. Düzdür. Elə bu D variantı doğru bir cavab kimi görünür. Gəlin, yeni də səhv çıxardaq. Elə deyir ki, soyadımı ilə başlasın və ya soyadı Q ilə başlasın və ya adı Nigar olsun. Soyadımı ilə başlayır, soyadı Q ilə başlayır və ya adı Nigar olur. Onda bu Hüseynov Kamran nəticə kimi gələ bilməzdi. Çünki nə soyadımıdır, nə soyadı Q-dır, nə də adı Nigar. Y də səhvdir. D variantı bu sorğunu çıxara bilərdi. 16-da deyir ki, qiymətimiz çap olunur neçə? 26.0 şəklində. Düzdürmü? İndi mən nə görürəm burada? Mən nə görürəm? X-i daxil eləyir, sonra X-dan 8 çıxır. Y bərabər X çıxı 8-dir. İndi Y-i 2-yə vur. Y X çıxı 8-də axar. Bunu 2-yə vur, yəni 2X 16.
Bir də bundan x-in yarısını çıx, yəni 0,5x. Onda eləyəcək 1,5x çıxılsın 16. Sonra deyir ki bizə artıq x-in qiyməti də bəlli oldu. X də y-də bu qiymətlər harda, düzdürmü? Deyir x-in yerinə gətirib 1,5x sıx 16 qoyacaqsan. Y-in yerinə x sıx 8 qoyacaqsan. Deməli deyir 2,5x çıxılsın 24. Bu da y-in son qiyməti. Deyir bunu çapa ver. Print y. 26,0 gəlib cavabı. Onda atsa qoy bir tərəfə 2,5x bərabər 50. Yəni x bərabər 20 olacaqdır yəqin ki. A variantı. İfadə getdi. Yuxarıdan aşağı əvəz eləyə qoysan cavabın gələcək. Burada nə edəcəyik? Deməli 16-dan 16-ğa keçirirsiniz. Deməli 16-nın qüvvətləri olmalıdır. Birinci 2-nin qüvvətlərinə gətirək. Təbii ki 126-ya yaxın 128-dir. Bunu 128 çıxılsa 2 yazacağıq. Sonra bu 65 yəqin ki 64 plus 1 yazacağıq. 64 üstə gəl 1 yazacağıq onu biz yəqin ki. Bu da 259 kimi qalsın. İndi görə nə edirik? Burada biz bunları bir də 2-nin qüvvətləri kimi əvəz eləsək, əslində məncə yaxşı bir nəticə olar. Yəni 2 üzəri 7, 2 üzəri 1, burada 2 üzəri 6, 2 üzəri 0 və s. Hamısı 2-nin qüvvətləri. Birinci müxtəsəri açaq, birincinin kvadratı. Çıxılsın bunların hasili. Hasilləri 2 üzəri 8, 2 misli 9. Üstəlik ikincinin kvadratı. Düzdürmü? Sonra üstə gəlinsin. Burada nə edirəm? Bu müxtəsəri açıram. Birincinin kvadratı 2 üzəri 12. Üstə gəl bunların hasili 2 üzəri 6, 2 misli 7. Üstəlik ikincinin kvadratı yenə 2 üzəri 0 olacaq da. Bir də vurulsun qabağında 2 üzəri 9 var bu ifadə. İfadənin qabağında 2 üzəri 9 var. İndi bu birinci olduğu kimi qalsın. Burada 2 üzəri 9-u vurub açıram. Üstlər toplanır 21. Sonra 7 ilə 9 16. 9 ilə 0 yenə 9. Bəxtimizdən bu 9 ilə bu 9 gedir və qəşəng bir ifadə alır məncə əlimizdə. 2 üzəri 21, 2 üzəri 16, 2 üzəri 14, bir də 2 üzəri 2. Biz 16 say sistemində keçiriksə, deməli hər şey 16-nın qüvvəti olmalıdır. 16-nın qüvvətinə keçirmək üçün nə edəcəm? Mən bilirəm ki 16 2 üzəri 4-dür. Onda hər 4 dənə 2 bir dənə 16 deməkdir. Dolayısıyla bunların qüvvətlərini 4-ə bölürəm və tam hissəni 16-ya, qalığı 2-yə yazıram. 21-i burada 4-ə bölürəm, 5 dəfə eləyir. 16 üzəri 5. Qalığı yazıram 2-nin qüvvətinə, 2 üzəri 1. Burada 16-nı 4-ə bölürəm, elə 16 üzəri 4, qalıq zad qalmır. Qabağına 1 yazıram. Burada 14 var. 14-ü 4-ə bölürəm, 16 üzəri deməli 3, qalıq 2 qalır, 2 üzəri 2. Bu elə 2 üzəri 2-ni 16-ya bölsən, 0 dəfə düşəcək, yenə qalıq özü qalacaq. Yəni burada 16-lığa keçirəmsə indekslərə baxın. 5-ci indeksin qabağında 2 var. 4-cü indeksin qabağında 1 var. 3-cü indeksin qabağında 2 üzəri 2, 4 var. 2-ci indeks yoxdur, 1-ci indeks yoxdur, 0-cı indeksin qabağında 2 üzəri 2, 4 var. 214, 004. Bu da B variantını verəcək bizə. Bu şəkildə. Növbəti bir sualımıza gələk. Burada bizə deyir ki, 5-in çapa verilməsi üçün daxil edici əksərə tapılır. Baxıram ki, K2-dən başlayır. K hər dəfə 1 artır və nəticə 5 olur. Deməli, K-nı 3 dəfə artırıblar ki, nəticə 5 oldu. Yəni, bu dövr tam olaraq 3 dəfə işləyir. Artıq K ilə işimiz yoxdur. Yəni, baxıram ki, bu dövr nəyi tapır? 6-ya böləndə qalıq və 6-ya bölən tam hissə. Bunun bizə, bu ələdən bizə 6-lıq say sistemindən keçdiyini göstərir. Yəni, bunun 6-lıq say sistemindəki rəqəmlərdir əslində. Dövr 3 dəfə işləyir, deməli, 6-lıq say sistemində bunun 3 dənə rəqəm var anlamına gəlir. İndi bizə nə deyir? 6-lıq say sistemindəki bu rəqəmlər, o qalıqlardır da 2-dən böyükdür hər zaman. 3 ədəd var, 3-ü də, yəni bu dövr istifadə olunubsa, 3 dəfə bu dövrə girmisənsə, rəqəmlərin 3-ü də 2-dən böyükdür, yəni 3, 3, 3. Ən kiçik təbii ki. Ən kiçik. Ən böyük olsa mən nə edərəm? 6-lıq say sisteminin maksimum rəqəm 5 olduğu üçün 5, 5, 5. Ya da 6-ya böləndə qalıq maksimum 5 olduğu üçün 5, 5, 5 deyərdim. Amma ən kiçik 3, 3, 3-dür. 3, 3, 3. İndi bu 6 say sistemində deyə mən nə edəcəm? Üstünə 0, 1, 2 yazıb həll edəcəm. 6-ın kvadratı deməli 36 vur 3, üstə gəlinsin. 3 vur 6, 18, üstə gəl 3. 108, bu da 3, 111, üstünə 18-ləri 129 eləyəcək. B variantı. Qurtarı getdi. Başqa cür yollarla təbii ki yazmaq olar. Bunu geridən gəlmə ilə də yazmaq olur. Necə? Yəni bu dövr 3 dəfə işləyibdir. Ən son 6-ya böləndə qalığı 2-dən böyük olan ədəd olubdur 3. Daha sonra geriyə gəlirəm. Bu 6-ya bölüb mən 6-ya vururam. Məsələn də 18. Amma qalığı 2-dən böyük olsun deyə üzərinə 3 gəlib yenə 21 eləyirəm. Yenə bir dəfə bunu 6-ya vururam. 126. Amma qalığı 2-dən böyük olsun deyə üzərinə 3 gəlirəm. Yenə də 129 nəticəsini alırım. Yəni geridən, yəni bu say sistemi olduğunu tutmasan belə yaza bilərsən. Onu demək istəyirəm. Burada deyir ki, 1-dən 49-a qədər ədədlərin cəmini hesabla 1, 49-a daxil olmaqla. Baxıram dövrün içinə. Birinci iləri toplayır, sonra eni 2 vahid artırır. Düzdür?
Yəni ən sonda bura 49-un özü i olaraq gəlməlidir ki, o toplansın, sonra i-ni artırsın. 49-un özü tam olaraq gəlməlidir. Hansına baxıram 49-un özü daxildə A variantında. Yəni i kiçik bərabər 49 yazıram. 1-dən 49 da daxil olmaqla qəbul olunur. Onlar cəmlənir, sonra i-ni artırır. Məsələn, ən son 49 yer i-ni artır 51 də 51 dövrə girməməlidir. Ona görə bu da olmaz ha. Y variantda olmaz. Tutar getdi. 20. Deyir 8 say sistemində belə ədədlər var. Məlumdur ki, x verilmiş say sistemin tək rəqəmidir. 8 say sistemin rəqəmləri 0-dan 7-yə qədərdir uşaqlar. Bunu bilirik. Prosta qeyd elədim, lazım. Tək rəqəmdir x olsun. Y ən kiçik rəqəmdir. Ən kiçik rəqəm 0 olduğu üçün y 0-dır. Z ən böyük sadədir. Ən böyük sadə 7 olduğu üçün deməli z 7-dir. Deyir ki, t say sisteminə 4-ə bərabərdir. X da 4 ilə 7 arasında bir rəqəmdir. Və x-imiz tək rəqəm olduğu üçün 4 ilə 7 arasında 5 olduğunu bilirəm. Mənə rəqəmlərimizi tap. Amma indi bu ədəd x, y, z, t şəklindədir. Yəni birinci x gəlir, sonra y gəlir, sonra z gəlir, sonra t gəlir. Yəni bu rəqəm 8-ci say sistemindəki bu ədəddir. Bizim bunu 16-lıq say sisteminə keçirməyimizi istəyirlər. 10-luq sonra 16-lıq da eləmək olar, 2-lik sonra 16-lıq da eləmək olar. Yəni biz 2-liyə çevirək, çünki o daha asandır. Biz 8-dən 2-liyə gəldiyimiz zaman hər bir rəqəm 3 dənə rəqəm ifadə edir. Yəni 4, 2, 1, 4, 2, 1 yazıram 4 dəfə. Məsələn, 5-i almaq üçün 4 və 1 lazımdır. 2-yə 0 yazıram. 0 almaq üçün heç biri lazım deyil. 7-ni almaq üçün hər üçü lazımdır. 4-ü almaq üçün yalnız 4 lazımdır. Və deməli, bunun ikilik kodu aşağıda gördüyünüz koddur. İndi bunu mən bir daha belə deyim, yanaşı düzürəm, qəşəng görsənsin. Mən orada biraz aralarına belə yer qoya yazıram. İndi bu ikilik kodumuzdur. Bunu 16-lığa çevirmək üçün 4-4 böləcəyik. Buradan bir dəfə, buradan bir dəfə böləcəyik. Və üzərinə 8, 4, 2, 1 yazıram. Yəni artıq için qüvvətləri bir vahid artır da. Mən burada 8 ilə 4-ün altında 1 var, cəmləyirəm 12 eləyir. Burada 2 ilə 1-in altında 1 var, cəmləyirəm 3. Burada 8 ilə 2-nin altında 1 var, cəmləyirəm 10 eləyir. Amma 10, 16 say sistemində A, 12 isə C demək. Deməli, nəticəmiz A3C, yəni Y variantı olacaq. Bura gəlirəm. Bu da təbii ki, həmişə bildiyimiz axtarış sistemlərinin, yəni Euler-Venn diaqramının bir sualıdır. 3 dənə dairə çəkirəm Euler-Venn diaqramını əldə etmək üçün. Biraz pis çəkdim təbii ki. Siz qəşəng sərgəli çəkirsiniz. Bir də belə bir şey çəkirəm. Deməli, printer görürəm, skaner görürəm, bir də plotter görürəm. İndi printer, plotter deyə ayırdım. Printer və skanerin kəsişməsi, bilirsiniz də yəqin ki, qayda olaraq ənd kəsişmədir. Qeyd edirəm, or birləşmədir. İndi deyək ki, printer, plotter, skaner. Bunların hər üçünün kəsişməsi, hər üçünün ortağı orta 50-dir. İndi bizə deyək ki, birincisində printerlə skanerin kəsişməsi 200-dür. Printerlə skanerin ümumi kəsişməsi bu hissədir. Bura bütöv 200 isə deməli yuxarı hissə 150 qalıbdır. Aydın məsələ. İndi bizə ortadakına baxmamışıq. Deyir printer və skanerin kəsişməsi. Printer, skaner. Yəni bu qırmızı hissə. Bir də printerlə plotterin kəsişməsi. O da bu sarı hissədir. Onları deyir birləşdir. Onları birləşdirəndə ümumi bu sarı hissə əmələ gəlir. Ümumi bunların hamısı birdə əmələ gəlir. Hamısını bircə veriblər o sarı hissəni bizdə 600. 150 burada, 50 burada, 200 burada, 200 burada. Onda avtomatik 400 bura qalacaq. Ümumi 600 olması üçün. Bizə deyir printerlə plotterin nədir? Printerlə plotterin kəsişməsi buradır. Yəni 450-dir. Sadəcə getdi. 450. Bura gəldiyimiz zaman Sezar şifrinin əsas prinsipi nədir? Hər simvol sabit sayda mövqedə 2 simvolla əvəz edilir. A variantı doğrudur. Yalnız saydı, boş-boş danışma. Hər simvol sabit sayda mövqedəki ASCII kodu. ASCII yox, ümumiyyətlə hər hansısa bir əlifba ola bilər. Azərbaycan dilində belə biz Sezarı tətbiq edə bilirik. Yəni ingilislərə də tətbiq edə bilirik. Onun fərqi yoxdur. Burada deyir 16 üzəri 1 üstəgəl 2x byte bərabərdir 64-ə 2 üzəri 6 yazırım. Ya da yazmayaq hələ, dəyişərik birazdan. Gigabyte. Sonra giga 2 üzəri 30-dur, çünki kilo mega giga. 2 üstə 30-dur. Byte yazıram. Vahidlər eynidir, da bytelara baxmıram. 16 yazıram 2 üzəri 4. Vurulur orada yuxarıdakı 1 plus 2x-ə. Burada 64 yazıram 2 üzəri 6, 2 üzəri 30. Orada 4 içəri vurulanda 4 plus 8x olur. Burada üstlər toplananda 36 olur. Əsaslar eynidirsə üstlərə baxıram. 4 plus 8x bərabər 36. Ona 8x bərabər 32x bərabər 4 olacaq. Riyazi hesablamadır bu sual. Sadəcə gigabaytın 2 üzəri 30 olduğunu bilmək lazımdır. Başqa informatikalıq bir şey yox idi. Buna baxıram 12 səhifəlik sənədin ilk səhifəsində belə olan və 256 rəng çalarına malik olan raster qrafik təsviri var deyir. Aha, ilk səhifəsində, yəni qrafiki, V qrafik yazıram. Deməli bu 256-ın 512-yə, yəni 258-in 259-a piksellərdir. 256 rəng çaları var.
Rəng çalarının düsturu n bərabər 2 üstə n-dir. Yəni 256-ca deməli burada rəng dərinliyimiz 8 bitdir. 8 bit qeyd edirəm rəng dərinliyində. Yəni 253 hətta yaza bilərəm. 253 bit. İndi bu bizim qrafikimizin həzmidir. Cavabı bizə nə ilə kilobaytla istəyir? Deməli bitdən kilobayta 213-ə bölməliyəm. Çünki kilo 210, bit baytda 253. Yuxarıdakı Çin qüvvətlərinin cəmi 20 eləyir. 13 çıxanda 7, yəni 128 kilobayt qrafikdir. Yəni qalır yerdə bizim mətnlərimiz. Mətnlərimiz. V mətn yazıram. 12 səhifəlik sənədin ilk səhifəsində qrafik var deyə yerdə qalan 11 səhifə mətndir. İndi hər bir səhifədə 4096, yəni 212 nə var? Simvol var. 512 simvolu əlifbada kodlaşıb. Əlifbanın düsturu n bərabər 2 üstə i-dir. Yəni 512 bərabər 259 olduğu üçün i bərabər 9 bitdir. Yəni burada bir simvol 9 bitdir. İndi bunu da biz nə edirik? Kilobayta çeviririk. Kilobayt çevirəndə 213-ə bölürük. 12 ilə 13 gedir 2. 99 bölü 2, yəni elə 99 bölü 2 kilobaytda budur. Belə başa düşür. Ümumi deməli bu sənədin həcmi bununla bunun cəmidir. Bizə deyir 8 belə sənəd var. Yəni biz bir dənə sənəd tapaq, mətndən qrafik toplayıq da. Bir dənə sənəd budur. 128 üstə gəlinsin. Bu 99-un da yarısını götürə bilərik biz. Deməli 49.5. Deməli bir dənə sənədimizin həcmi nə olacaq? Eləyəcək 177.5 kilobayt bir dənə sənədimiz. İndi bunun diskə yazırsansa hər bir sənəd klasterə uyğun qeyd olunmalıdır. Hər bir sənəd. Bax 8-ə vurub sonra klasterə baxmırsan. Hər bir sənəd ayrı-ayrı klasterə düzgün bölünməlidir. Klasterin biri 4 kilobaytsa 177-dən sonra gələn 4-ün misli. Bu artıq klasterdə 177 yox, 180 olaraq düşünüləcək, düzdürmü? 180 kilobayt. Bu bir dənə bizim sənədimizdir. 8 dənə sənəd var deyə, deməli 8-i 180-ə vururam. Eləyəcək nəticə nə? 144 yanına 0 kilobayt. 1440 kilobayt. 4 megabayt diskə yazılsa nə qədər boş yer qalar? 4 megabayt da 4 vur 1024, yəni 4096 kilobayt. 1440-ı mən onu doldurdumsa nə qədər boş qalacaq? Sonunda 56 ilə bitəcək. 2656 kilobayt deyə bir şey qalacaq. Şəkildə. Suala gələk, deyir, n-in hansı ən kiçik qiymətində nəticə 16 olar. İndi baxıram ki, K 512 ilə başlayır, K-nı hər dəfə 2-yə bölür və 16 alır. Yəni 259-u hər dəfə 2-yə bölür, bir x dəfə və 216, yəni 254 alır. Deməli 5 dəfə bölüb də, yəni dövrlərin sayı 5-dir. K ilə artıq işimiz yoxdur, dövrlərin sayını bilirik. Deməli, n-in başlanğıc qiymətini bilmirik. N-dən hər dəfə 3 çıxırlar, amma 5 dəfə 3 çıxırlar. Artıq dövr bitir. Yəni bu şərt ödənmir, əksi ödənir. Onda n kiçik bərabər 25 olur. Yəni n-in ən böyük qiyməti 25-dir. Ən böyük qiymət. Yəni bizdən n-in ən kiçik qiymətini istəyir, düzdürmü? Düzdürmü? Ən kiçik qiymətini tapmaq üçünsə belə bir şey düşünmək lazımdır ki, bu 5 dəfə dövr icra olunub çıxıb da, yəni 5-cidə dövrdən çıxıb, amma 4-cüdə 100% dövrə daxil olub deyə bir məntiq düşünməliyik. Yəni dövrlərin sayı 4 olduğu zaman, n-dən 4 dəfə 3 çıxıblar da, artıq bu şərt 100% ödənirdi. 5-ci dövrə də girsin deyə. Böyükdür onu. Onda n də böyük olacaq neçədən? Deməli 22-dən, n də olacaq 23. Bu da ən kiçik qiymət. Düz təbii ki, hər zaman demişəm mən. Bu cür yazmadan da həll eləmək olur. Ən böyük qiymət tapdın. N hər dəfə özündən 3 vahid geri deyir. Yəni n-dən 3 vahid geri çıxsan, növbət dövrə gedəcək. Dolayısıyla n-dən maksimum 2 vahid çıxa bilərsən sən. Ən kiçik qiymət buradan da 23 olaraq alınır. Belə də yazmaq olar. Yəni 23-cü cavab. 26. Elvin mətn faylını ASCII-də, Nigarsə Unicode'da kodlaşdırıbdır. Eyni mətn faylını. Eyni faylı. İndi deyək ki, Unicode'dakı mətn 4 kilobayt daha çox yer tutur. Tutaq ki, simvollarımızın sayı x olsun. ASCII-də x vurulsun 1 baytdır, Unicode'da x vurulsun 2 bayt. Yəni 2 dəfə bir-birindən çoxdur da, düzdürmü? İndi deyir ki, bir o birindən 4 kilobayt daha çox. Deməli, x vur 2 baytdan x vur 1 baytı çıxanda 4 kilobayt alınırmış. İndi buradan 2x-dan 1x çıxanda x vur 1 bayt bərabərdir 4 kilobaytdır. Kiloda 210 deməkdir deyə 210 bayt yazıram. Vahidlər eyni tullayıram. Deməli, x bərabər olacaq 212 sayda simvol. Simvolların sayını istəyir. 212 siz 4096 yazmalısınız təbii ki. Çox kodlaşdırma tipli bir sualdır. Növbəti sualımız budur. Deyir, sistem proqram təminatı driverlər təbii ki, ora aiddir. Çünki qurğuların deməli tanınırdı kompüterə. Verilənlər bazasının idarə edilməsi tətbiqi proqramdır B.
interpretatorlar proqramlaşdırma alətlərinin içindəki əsas tərcüməçi translatorlardır, yəni belə deyim. Translatordur. Antivirus proqramı sistemə aid təbii ki, o da D variantıdır. Nəşriyyat sistemləri tətbiqi aid Y variantı. Şəkil. 28. Artıq gəlir açıq suallarımıza. Burada deyir ki, bu alqoritmin blok sxemini qurun. Necə qurmaq lazımdır? Birinci o məntiqi tutaq. Mən görürəm ki, 1 x, 3 x-in kubu, 5 x üstü 5, 59 x üstü 59. Yəni düstur belədir. I üstə gəlinsin x üstü i. Düzdür? Düstur budur. Məsələn 1 x üstü 1, 3 x üstü 3, 5 x üstü 5. Sadəcə burada bir dənə işarə dəyişimi var uşaqlar. İşarə dəyişimini necə düşünə bilərsiniz? Yəni bir ədədi müsbətə ya da mənfiyə vurmaq elə bir ədədi nəyə vurmaq deməkdir? Mənfiyə vurmaq deməkdir. Düzdür? Yəni mən bunun qabağına bir k əlavə eləyəcəm. K əlavə eləyəcəm. K-nı müsbət birdən başladacam. Hər dəfə k-nı mənfisi ilə əvəz eləyəcəm. Onda birincidə müsbət idi, ikincidə k mənfi olacaq mənfi. Sonra təzədən mənfiyə vuracaq olacaq müsbət. Belə-belə gedəcək. İndi x ədədini yəqin ki bizə şərtdə verirlərdi. X-i belə daxil edirəm. İndi deməli məsələ nədir? Bu dövr i-nin 1 qiymətindən başlayacaq, 59 qiymətinə qədər davam edəcək, düzdürmü? Mən yazıram i başlasın 1-dən bu şəkildə. İndi neçəyə qədər? 59-a qədər. Yəni i kiçik bərabər 59 deyə daxil edirəm. 59-a qədər ödəyəcək. İndi məsələ nədir? Düsturu qeyd eləyək. Bu hasil olduğu üçün hasili birdən başlatmaq lazımdır bu arada yuxarıda. Yəni sən bunu belə uzat. Sanki orada arada xətt yox imiş kimi, yəni. Sanki burada arada xətt yox imiş kimi. P bərabər 1 yaz. Hasili birdən başlat. Çünki bu müəyyən şeylərin hasildir. Denən ki P bərabər P vurulsun. Bax bu düstur. Düsturu qeyd eləmişəm. I üstə gəlinsin. K vur x üstü i. Təbii ki biz burada k-nı qeyd elədiksə deməli yuxarıda biz k-nı qabaqdan daxil eləməliyik. Bu biraz da artır. Burada yaz ki k bərabər 1. Yəni k burada bizim işarə dəyişimimizi təmin edir. P burada hasilin qiymətidir. I də sayğacımızdır. Təbii ki bunların aralarına xətt qoymadan indi blokda belə mənim kimi. İndi düsturu daxil eləyəndən sonra k bərabər mənfi k yazmalısan ki, nə olsun? Gələn dəfə bunun qabağı mənfi olsun, o bir dəfə təzədən müsbət olsun və burada ancaq tək ədədlər var deyə i-ni 2 var, 2 var artırmalısın. I bərabər i plus 2 yazmalısın. Üstə qutarıcı getdi. Təbii ki hə qolumuz idi. Yəni dövrün ödədiyi şərt idi. İndi mən nə edirəm? Bunu belə qaytarıram təzədən dövrə. Eyni sualı verdirdirəm dayanmadan. Dövr bitdiyi zaman burada nəyi çapa verəcək? Hasil P-dir deyə burada P-ni çapa verəcək. Bu bizim 28, yəni 88-də testin özündə. Onun izahı idi. 29-a gəldiyimiz zaman 29-da bizə deyir ki, n natural ədədi və ən az 2 rəqəmli n natural ədəddən və ən azı 2 rəqəmli olan n natural ədəddən ibarət siyahının elementləri klaviaturuna daxil edilir. Siyahının ilk və son rəqəmlərinin cəmi tək elementlərin indekslərinin ibarət yeni siyah tərtib edir. Deməli, n dənə natural ədəd var. N sayı göstərəcək. Naturaldır deyə mən bunu təbii ki int input şəklində qeyd edirəm. Düzdürmü? İndi deyir ki, n dənə natural ədəd var. N sayda ədəd siyahın elementləri daxil olunmalıdır. Deməli, bir dənə siyahı götürürəm, tutaq ki A siyahısı. Dövr açıram, n dəfə işləsin. For i in range, n dəfə işləsin də, yəni birdən, məsələn, n plus 1-ə qədər yazıram. N dəfə işləyəcək, range sonucunu götürülmüş. İndi n dənə ədəd siyahıya daxil olunmalıdır. Burada hər dəfə bir ədəd daxil edirəm dövrün içində, int input. Natural ədəd deyir də orada, ona görə int input. Elə ki bu nə edir? N dənə ədədi, dövr n dəfə işləyir axı. N dənə ədədi x olaraq daxil edir və siyahıya əlavə eləməlidir təbii ki. Yazıram a.append, a-ya əlavə elə, hər dəfə bu x-lər. İşte bu altından xətt çəkdiyim cümlənin açıqlaması bu koddur. İndi deyir siyahının ilk və son rəqəmləri cəmi tək onun elementlərini taplayır, düzdür? İndi mən nə edəcəm burada? Mən nə edəcəm? Baxın, mən hər dəfə siyahın elementlərinə baxacam. Elementlərin ilk və son rəqəmlərini tapacam. Bir elementi sətrə çevirsək, onun ilk elementi A0, son elementi A-1 olacaq. Çünki biz bilirik də, bax ki bir sıralama var. 0-cı indeks bu tərəfdən başlayan, -1-ci indeks bu tərəfdən başlayandadır. İlk budur, son budur. Onların cəmi təkcə deyəcəm ki, onların indekslərini yeni bir siyahıya əlavə edir. Deməli, B siyahısı da yeni bir siyah olsun götürürəm. Düzdürmü? İndi nə edirəm mən burada? A siyahısına müraciət edirəm. For i in range 0-dan N-aya. Niyə belə yazıram? Çünki bizə indeks də lazım olacaq deyə. Burada for in range 0-dan N-aya yazıram.
və A-nın indekslərini burada müəyyən eləmiş olacağım. I burada indekslərdir. Düzdürmü? İndi mən deyirəm ki, K diye bir şey olsun və bu K həmin AI var ya, A-nın həmin o elementi, onun seteri, yəni sətr formasıdır. Elə ki, məsələn, belə düşünək, siyahının birinci elementi 143-dür. Mən onu sətr tipinə çevirirəm. Artıq bunun ilk elementi 0-cı indeks, son elementi mənfi 1-ci indeks olacaq. Düzdür? Deyirəm ki, əgər bu K-nın 0-cı indeksi ki var, K0 qeyd edirəm. Təbii ki, bunu tam ərələ çevirirəm uşaqlar, çünki bu sətr tipindədir. İlk rəqəmdir. Üstə gəlirsin tam formada bunun ən sonuncu rəqəmi, mənfi 1-ci indeks. Əgər bunların cəmini də bir dənə belə mötərizəyə alıram. Əgər bunların cəmi tək elətsə, yəni 2-yə böləndə qalıq deməli 1-dirsə, o zaman nə eləsin? Bunun indeksini yeni siyahıya əlavə eləsin. Yəni yazıram ki, b.append, b yeni siyahıya nəyə əlavə edir? Bunların indeksləri. Burada i indeksləri idi, appendi yazıram, həmin o K-nın indeksini tapmış olacaq. Kod budur, axırda təbii ki, b-ni çapa ver deyirsə, print b yazarsınız və həll eləyərsiniz məsələn. Bir də son olaraq deməli, hansı sualımız qalır? Son olaraq qalır bizim 90-cı sualımız. Burada deyir ki, informatika sözü ilə başlayan, aralarında bir boşluq olmaqla sətr daxil edilir. Bir A hərflərinin sayını sözlərdə sətrdə düzüldüyün ardıcıl yanaşı yazın. Məsələn, informatika müasir elmdir. Baxın, burada 2 dənə A hərf var. Burada bir dənə, burada 0. Düzdür. Çox bəsit bir şeydir əslində. Bunlar yanaşı düzəcək deyə, bunlar yanaşı düzəcək deyə. Belə düşünürəm. Düzdür, əvvəlcə bizim indi neynəsinlər? Bizim sətrimizi inputla versinlər. Mən burada belə eləyəcəm. Hər birində olan say var ya, məsələn 2, 1, 0. Onlar yanaşı düzmək üçün bir dənə boş sətr açıram. Onlar hər dəfə toplayacağım, sətirdə toplayanda onlar yanaşı düzüləcək. İndi mən burada sözləri boşluğa görə parçalamalıyam. Deməli, split vasitəsilə, mən burada yazıram ki, A bərabər A nöqtə split. Split vasitəsilə nə edirəm? Məsələn, informatika müasir elmdir. Split yazdığımız zaman o parçalanır. İnformatika siyahının birinci elementi, müasir ikinci elementi, elmdir üçüncü elementi olur. Hər bir elementə müraciət eləməliyəm bu siyahıda. Onda mən yazıram ki, for i in A. Burada i'lər A-nın elementləridir, yəni hər bir sözdür. Hər bir sözdə nə edirəm? A-ların sayını tapıram. Deyirəm ki, B bərabərdir, B üstə gəlinsin. B-nin üzərinə hər dəfə nə gəlsin? i.count, i-də olan A hərflərinin sayı. i.count A. i.count nədir? Məsələn, i birinci bu söz oldu, informatikadakı A-ların sayı, sonra müasir sözü, sonra elmlər sayı. Məsələn. Buradakı hamısındakı A hərflərinin sayıdır, amma sətirdir, B sətirdir. Sətirdə yanaşı düzürəm deyə bunun qabağına bir dənə sətiri yazıram. Sətirdə bunları yanaşı düzürəm deyə. Axırda bir dənə print B eləyirsən, məsələ bitmişdir. Burada belə bir koddur, burada 90-cı sual. Bu şəkildə uşaqlar. Ümumi baxdığımız zaman bu arada bu təbii ki, dünənki dilin sınağından daha sadədir bunun sualları. Dəqiq düşündürücü şeylər yox idi. Biraz vaxt aparır, o da normal məsələdir. İnformatika hər zaman vaxt aparacaq. İmtahanda daxil olmaq. Belə, özünüzə yaxşı baxın. Sağ olun, Samaryotkan.